Deməli, belə bir məsələmiz var. Ailədəki oğlanlardan biri deyir: mənim qardaşlarımın sayı bacılarımın sayından 4 dəfə çoxdur. Deməli, bunu deyən oğlan olduğu üçün yazıram oğlanın qardaşı. Bir də yazıram bacısı. Deyir ki, mənim qardaşlarımın sayı bacımın sayından 4 dəfə çoxdur. Deməli, bacının sayı, oğlanın bacısının sayı elə ailədəki qızların sayına bərabərdir. Ona görə yazıram bacısı bərabər qız. Bunu da x deyirəm. Qardaşlarının sayı isə bunlardan 4 dəfə çox olduğu üçün qardaşların qarşısından yazıram 4 vur x. İndi qızlardan biri deyir: mənim qardaşlarımın sayı bacılarımın sayından 8 nəfər çoxdur. Qızın qardaşlarının sayı isə oğlanın qardaşlarının sayından bir nəfər çox olacaq. Niyə? Çünki burada oğlanın özünü saymırıq. Oğlanın qardaşı deyəndə oğlanın özü sayılmır. Qardaşları 4x-dir. Deməli, ailədəki oğlanların sayı 4x üstə gəl 1-dir. Deməli, oğlan sayı 4x üstə gəl 1-dir. Qızların da qardaşı ilə 4x üstə gəl 1-dir. Və deyir ki, bacılarımın sayından, yəni x-dən, x minus 1-dən 8 nəfər çoxdur. Bu tənliyi qurandan sonra həll edirik ki, ailədə 2 qız var və 9 oğlan var. Ailədə cəmi neçə uşaq var? 11 uşaq var. Cavabımız olur E variantı.